Aha. Deməli, ekvatordan qütblərə doğru getdikcə temperatur dedik, əvəz edir bir-birini. Məsəl üçün, ekvatorda ən çox hava necə olur? Ceyhun. Ekvatorda ən çox hava rütubətli. Məsələn 30 dərəcə olur. Hə, rütubətli olur da, eləmi? Məsələn, bol yağıntı alır. Bəli. Ay sağ ol. Aha. Bəli. Məsəl üçün, dünyanın dediyi biz ağciyərləri olan Amazon meşələrdə hansı quşaqlarda yerləşir? Ekvatorialda yerləşmir. Subekvatorial, Ekvatorial. Subekvatorial da düşür, eləmi? Bəli. Bol yağıntı aldığı üçün. Aha. Sonra deməli, havanın temperaturu ümumiyyətlə il ərzində dəyişir də, eləmi? İzotermlər nə idi? Nə müəllim? İzoterm nə idi? İzotermlər müəllim, eyni xəttləri birləşdirən, eyni temperaturları birləşdirir. Aysa, eyni temperatura malik olan xəttləri birləşdirənlər izotermdir. Bəs izobarlar nə idi? İzobarlar da mənim eyni atmosfer təzyiqinə. Aysa ol. Aha. İzobatlar? İzobatlar o dərinlikdir. O batosfer var, hə, o dəniz aysa ondan yadda saxla. Sonra da var bir izoqalin bəs. İzoqalin də müəllim. İzoqalin duzluluqdur. Hə, duzluluq. Onları qeyd elə, hə, əgər bilmirsənsə uşaqları qeyd elətdirəm. İzoqalin duzluluqdur, bəli. İzobat dərinlikdir. İzogetlər də var, onlar da yağıntıları nədir? Eyni olan nöqtələrdir, bəli. Bir dəqiqə, izoget. Aha, izogetlər. İzogetlər də eyni yağıntıya malik olan nöqtələri birləşdirən xəttlərdir. İzoqalinlər eyni duzluluq. Bəli. İzobat da eyni dərinlik. Eyni dərinlik, ay sağ ol. Aha. Bir də dedik, yaza bildin Ceyhun? Aha. Bir də dedik, yer səthində ən yüksək temperatur, mütləq maksimum, eləmi? Bir də mütləq minimum var da. Ən yüksək temperatur harada demişdik, hansı materikdə? Evet. Şeydəydi mənim, Afrika, Tripoli idi. Bəli, müsbət nə qədər idi? 58 dərəcə idi. Bəli. Bir də ABŞ-da qərb yarımkürəsi. Bir də ABŞ-da ölüm dərəsi var idi. O da 56 dərəcə. Ay sağ ol, aha. Düzdür. Sutkalıq temperatur amplitudu deyəndə nə başa düşürsən Ceyhun? O sutkalıq deyəndə mənim gün ərzində maksimum temperaturdan minimum temperatura çıxır. Arasındakı fərq, eləmi? Arasındakı fərq. Bəli. Aha, o sutkalıq temperaturdur. Sonra gəlir atmosfer təzyiqi. Atmosfer təzyiqi nə idi? Atmosfer təzyiqi müəllim. Normal atmosfer təzyiqi nə qədər idi? Neçə millimetr? 760. Bəli, 760 millimetr civə sütundur. Cihaz nə ilə ölçülür? Bəli, müəllim. Bəli. 10 metr, hər 10 metr qalxırsa mən 1 millimetr aşağı düşürdü. Bəli, aha. Bu nə adlanırdı? Barik pillə, eləmi? Bəli. Aha. Barik pillə. Hə, barik pillə. Sonra onu ölçən cihaz nə idi? Ceyhun. Atmosferi hansı cihazla ölçür? Barometr. Barometr. Hə, izobar bax burada var bayaq deyə eyni təzyiqə malik nöqtələr. Bəli, barometrlə ölçür. Barometr, anoroid. Aha, sonra gəlir küləklər. Külək nədir? Külək də müəllim, gələn hava. Elə bir yüksək təzyiq sahəsindən, bəli, deyil, hava axından yüksəkdən. Alçaq təzyiqə hərəkətidir, hava axından hərəkəti. Küləklərin özünün deməli növləri var da, eləmi? Məsələn, o qütblərə, cəhətlərə görə şimaldan əsən şimal, şərq, eləmi? Bəli, şimal, şərq. Bir də o ballıq şkala ilə götürürlər. Hansı şkaladır? Beaufort. Beaufort. Tam küləksiz olursa nə adlanırdı bu? Ceyhun. Bu mənim şəlakət. Yəni tam sakitlik, bəli. O da artıq məsəl üçün bizdə indi birlikdə ən güclü dünyada hansıdır? Tornadolar Amerikada baş verir. Eləmi? Onlar burulğanlar. Bizdə məsələn ən güclü forması qasırğadır da, eləmi? Azərbaycanda. Məsəl üçün indi keçən il, bu il bəzi rayonlarımızda o şimal-qərb rayonlarının çoxunda evlərin damı örtüyü, belə ağacların bizim rayonumuzda zor Oğuzda, eləmi? Ən güclü olduqda belə ağaclar kökündən çıxır, müxtəlif dam örtülərinə zərər dəyir, eləmi? O qədər də təhlükəlilər yoxdur. Amma 12 bal daha dağıdıcıdır da, eləmi?